Salamlayıram hər birinizi yeni mövzu izahatımızdan. Bugün sizinlə biz birlikdə Səlcuq dövləti və Azərbaycan haqqında danışacağıq. Elə isə ilk öncə başlayaq. Səlcuqlar kimdir? Səlcuqlar Qınıq tayfasındandır. Oğuz türklərinin Qınıq boyundandır və Səlcuq dövlətinin adı elə Qınıq boyundan olan məşhur türk sərkərdəsi Səlcuq bəyin adından götürülübdür. Səlcuq bəy 10-cu əsrin 70-ci illərində belə deyək, Mərkəzi Asiyada yer dəyişmə edir. Öz tayfasının ətrafına toplayır və cənuba doğru köç edir. Gəlir Buxara şəhərinə. Burada məskunlaşır. Daha sonra Səlcuq bəydən sonra Qınıq tayfalarına başçılıq Toğrul və Çar bəy qardaşlarına keçir. Toğrulla Çar bəylər ikisi birlikdə belə deyək, Qınıq boyunun ərazilərini genişləndirməkdən ötəri fəaliyyətə başlayırlar. Çar bəy bu dövrdə geniş otlaq əraziləri axtarmaq üçün 1015-ci ildə qərbə doğru bir kəşf yürüşünə göndərilir. 1015-ci ildə Çar bəy kəşf yürüyüşü üçün qərbə doğru gedir və bu dövrdə Azərbaycan ərazisinə daxil olaraq buradan keçərək Bizans torpaqlarına daxil olur və Bizansın ərazisində Van gölü hövzəsində geniş qalaları ələ keçirir, Bizans qarnizonlarını məğlub edir və Bizansın Azərbaycanın Naxçıvan şəhəri və onun ətraf qalalarına olan təhlükəsinin qarşısını almış olur. Daha sonra isə təbii ki, əldə elədiyi məlumatlarla birlikdə geriyə qardaşının yanına, Toğrul bəyin yanına qayıdır. 11-ci yüzilliyin əvvəllərində Mərkəzi Asiyada bizim güclü bir dövlətimiz var. Söhbət Qəznəvi dövlətindən gedir. Qəznəli, Qəznəvi hər ikisi oxşar bir şeydir və bu dövrdə Qəznəlilərin hökmdarı Mahmud Qəznəlidir. Mahmud Qəznəli 11-ci yüzilliyin əvvəllərində Səlcuqların Mərkəzi Asiyada Xorasan vilayətində yerləşməklərinə icazə verir. Lakin 1028-ci ildə Xorasanda yerləşən Səlcuq türkləri üsyan qaldırır Mahmud Qəznəliyə qarşı. Mahmud Qəznəli bu üsyanı amansızlıqla yatırır və məğlub olmuş Oğuz türkləri, yəni Səlcuqlar qərbə doğru köç etməyə məcbur qalırlar və bu zaman 2000 Oğuz ailəsi Cənubi Azərbaycana köç edir. Cənubi Azərbaycanda bildiyimiz qədərilə bu dövrdə hakimiyyətdə olan dövlət Rəvvadilər dövlətidir və hökmdarımız isə Vəhsudandır. Vəhsudan 1028-ci ildə Cənubi Azərbaycana gələn bu 2000 Oğuz türk ailəsini mehribanlıqla qəbul edir və onlara torpaqla təmin edərək onları öz ərazisində məskunlaşdırır. Daha sonra artıq Mahmud Qəznəli dünyasını dəyişəcək. Mahmud Qəznəlinin dünyasının dəyişməsindən sonra Toğrul və Çar bəylər bundan istifadə edir. 1038-ci ildə yeni bir dövlətin əsasını qoyurlar. Səlcuq dövləti və paytaxt olaraq da Səlcuq dövlətinin ilk paytaxtı Nişapur şəhəri seçilir. Hökmdar isə Toğrul bəy olur. Toğrul bəy artıq hökmdardır 1038-1063-cü illər aralığında. Baxaq görək, paytaxt Nişapur, hökmdarımız Toğrul bəy. Və bu dövrdə Mahmud Qəznəlinin oğlu var Məsud. Məsud nəyə qərar gələcək? Deyəcək, bu Səlcuq dövləti yeni yaranıb. Yeni yaranmışkən möhkəmlənməmiş bu dövlətin varlığına son qoyur. Atası kimi Səlcuqları ağır bir məğlubiyyətə uğradacağını düşünür və o dövrün ən böyük ordusunu yığaraq Dəndənəkan düzənliyinə gətirir. 1040-cı ildə Dəndənəkan adlanan yerdə böyük bir döyüş baş verir Səlcuq və Qəznəlilər arasında və burada Məsud Qəznəli ağır məğlubiyyətə uğrayır. Toğrul bəy və Səlcuq türkləri böyük bir qələbə qazanırlar və elə 1040-cı ildə həmən bu döyüş nəticəsində Səlcuqlar Mərkəzi Asiyada ən güclü siyasi qüvvəyə çevrilirlər. Dəndənəkan döyüşünə qədər Mərkəzi Asiyada ən güclü siyasi qüvvə, yəni ən güclü dövlət Qəznəlilər idi. Ancaq Dəndənəkan döyüşü nəticəsində Qəznəlilər məğlub olur və Mərkəzi Asiyada ən güclü siyasi qüvvə Səlcuq dövləti olur. Və 1040-cı ildə Mərv şəhərində qurultay keçirilir. Həmən qurultayda işğalların şərq və qərb istiqamətləri olmaqla iki istiqamətdə davam elətdirilməsi qərarına alınır və ən böyük hədəf isə qərb olaraq seçilir. Çünki qərbdə belə deyək, feodal dağınıqlığı dövrüdür və ölkələr xırda dövlətlərə parçalanıbdır. İstər Azərbaycanda, istər digər dövlətlərdə. Və buna görə də 1043-cü ildə paytaxt 1-ci Toğrul tərəfindən dəyişdirilərək Rey şəhərinə köçürülür. Rey şəhəri Səlcuqluların əsas bazası rolunu oynayacaqdı. Deməli, 1043-də paytaxt Reyə köçürülür. Məqsəd qərbə doğru aparılacaq işğalçılıqlar müharibəsini daha rahat idarə etməkdən ötəri idi.
paytaxt Rey şəhərinə köçürüldü Toğrulun zamanında 1043-də və qərbə doğru yürüş başlandı. Qərbə doğru ilk yürüşlərdən biri də 1048-də olur. Səlcuqlar bu zaman hələ işğal eləmirlər. Azərbaycan ərazisinə daxil olaraq Şəddadi hökmdarı ilə ittifaq yaradır və Şəddadilərlə birlikdə qərbdə Bizans, erməni və gürcülərin birləşmiş ordusunu ağır məğlubiyyətə uğradırlar. Söhbət neçənci ildən getdi? 1048-ci ildən. Daha sonra Toğrul bəy qərara gəlir ki, bütün Azərbaycanı ələ keçirsin. Və bunun üçün 1054-cü ildə Azərbaycan ilk öncə cənubunu Rəvvadi dövlətinə özünə tabe edir. Rəvvadilər o dövrdə hökmdar təbii ki, Vəhsudandan gedir. Vəhsudan müqamətsiz şəkildə tabe olmağı və xərac ödəməyi öz boynuna götürür. Ardı ilə yürüş davam elətdirilir və 1054-cü ildə Şəddadi hökmdarı Əbulasvar Şavur da neynir? Səlcuqlardan asılılır, qəbul edir. Ancaq Şəddadilərdə bir xırda xüsusiyyətimiz də var. Şəddadilərlə Səlcuqlar arasında 1054-cü ildə bir ittifaq müqaviləsi imzalanır. Həmən bu müqaviləyə görə Şəddadilərlə Səlcuqlar birlikdə Bizans və onun havadarlıq elədiyi Gürcü erməni feodallarına qarşı mübarizə aparmalı idilər. Bu, Əbulasvar Şavurun tabe olunduqdan sonra belə deyək, səciyyəvi bir cəhətidir Şəddadilər dövləti, çünki Səlcuqlarla birlikdə ittifaq yaratmışdılar. 1054-cü ildə həmçinin ardıcıllıqla Tiflis Müsəlman Əmirliyi də Səlcuqlar tərəfindən ələ keçirilir. İlk öncə Rəvvadilər, daha sonra Şəddadilər və ardı ilə isə Tiflis Müsəlman Əmirliyi 1054-cü ildə Toğrul bəy tərəfindən ələ keçirilir və beləliklə Azərbaycanın böyük bir hissəsi, tam yox, böyük bir hissəsi Səlcuqlara tabe olur. Bu birinci Toğrulun hakimiyyət illəri. Gələk birinci Toğruldan çıxaq, davam elətdirək işğallarımızı Alparslanın dövrü ilə. Alparslanın dövründə nə baş verir? Alparslanın dövründən danışası olsaq, hakimiyyət illəri 1063-1072-ci illər. Baxaq görək bu dövrdə nə baş verir? Alparslanın dövründə müstəqilliyini qoruyub saxlayan Azərbaycan dövləti, təbii ki, söhbət gedir Şirvanşahlardan. 1063-1072. Baxaq, nə baş verir? Alparslan 1065-ci ildə Rəvvadi dövlətinin varlığına son qoyur. Bunu biz müstəqil dövlətlər tarixindən bilirdik. 1066-cı ildə isə Şirvanşah hökmdarı 1-ci Fərrüzdə böyük bir müharibəyə daxil olurlar. Bu dövrdə Səlcuq hökmdarı Alparslan Qara Təkinin başçılığı ilə Şirvanşahların üzərinə böyük bir qoşun göndərir. Şirvanşahlarda o dövrdə hakimiyyətdə olan 1-ci Fərrüz isə güclü bir müqavimət göstərir. Diqqət! Azərbaycan dövlətləri içərisində heç bir dövlət müqavimət göstərməmişdi Səlcuqlara. Yeganə dövlətimiz Şirvanşahlardır ki, Səlcuqlara qarşı güclü müqavimət göstərmişdilər. 1066-cı ildə 1-ci Fərrüz Şamaxı qalası yaxınlığında döyüş edir Qara Təkinlə və bu döyüşdə məğlub olur. 1-ci Fərrüz məğlub olması nəticəsində Səlcuqlar tərəfindən Şirvanşahların şah titulu, yəni Şirvanşah titulu ləğv olunur. Şirvanşah titulundan məhrum olunurlar Şirvanşahlar dövlətinin hökmdarları. Artıq onlar məlik titulu daşıyacaqlar. Məlik daha aşağı bir rütbədir, yəni artıq sən hökmdar yox, hökmdardan daha aşağı səviyyəyə düşmüsən deməkdir. Və bundan başqa Şirvanşahlar hər il 40 mindən çox böyük bir məbləğdə, 40 min dinara yaxın bir məbləğdə Səlcuqlara xərac ödəmək öz öhdəliklərini götürürlər və bunun qarşılığında Şirvanşahlar daxili müstəqilliklərini qoruyurlar. Deməli, 1066-cı il Şirvanşahlar üzərinə Qara Təkinin başçılığı ilə yürüş olunur. Qara Təkin Fərrüzü məğlub edir. Fərrüz yeganə dövləti başçısı idi ki, Şirvanşahlar dövlətinin müqavimət göstərmişdi Səlcuqlara qarşı Azərbaycanda və məğlubiyyətlə nəticələnir. Şirvanşah titulu ləğv olunur. Artıq Şirvan hökmdarları məlik titulu daşıyacaqlar və həmçinin 40 min dinar məbləğində hər il xərac ödəməyi boynuna götürür və həmçinin də daxili müstəqilliyini qoruyub saxlamağı bacarır. Digər dövlətlərimiz daxili müstəqilliklərini qoruyub saxlaya bilməyəcəklər. Alparslan dövründə dünya tarixində baş vermiş ən böyük hadisələrdən biri Malazgirt döyüşüdür. Malazgirt döyüşü avqust ayının 26-sı 1071-ci ildə olub. Bu döyüş nəticəsində Səlcuqlarla Bizanslar arasında bu arada gerçəkləşib bu müharibə. Bu müharibənin nəticəsində Bizans qoşunları sadəcə çox olmalarına baxmayaraq məğlub olurlar və Bizans imperatoru 4-cü Roman Diogen
Səlcuqlular tərəfindən əsir alınır. Hətta onun qulağı deşilərək onun qulağına qızıl xalqa salınır. Bu onun Alparslanın qulu olduğu mənasını belə deyək kəsb edirdi, rəmzi idi. Və beləliklə 4-cü roman Diogen xərac ödəməyi və cizyə ödəməyi boynuna alır və bunun qarşılığında azadlığa buraxılır. Beləliklə 1071-ci Malazgirt döyüşü nəticəsində Bizans məğlub olacaq və ön Asiyada ən qüdrətli siyasi qüvvə Səlcuqlar olacaq. İndi bir bura diqqət yetirin. Var Dəndənəkan döyüşü, var Malazgirt. Dəndənəkan Səlcuqlarla Qəznəlilər arasında olub. Qəznəlilər məğlub oldu və Mərkəzi Asiyada Səlcuqlar ən qüdrətli siyasi qüvvəyə çevrildilər. Malazgirt döyüşü Səlcuqlarla Bizans arasında oldu. Bizanslılar məğlub olur və Səlcuqlar bu döyüşün nəticəsində ön Asiyada ən güclü siyasi qüvvəyə çevrildilər. Tamam, davam edək. 1072-də Alparslan dünyasını dəyişir. Bu hakimiyyətə yerinə Məlikşah gəlir. Alparslanın oğlu Məlikşah. Məlikşahı o dövrün siyasətnamə əsərinin müəllifi və Səlcuqların böyük vəziri olan Nizam-ül-Mülk Cahan hökmdarı adlandırır. Hökmdarlarımızın ləqəbini çalışaq ağlımızda tutaq. Yadınızdadır bundan əvvəlki mövzularımızda Şəddad hökmdarların bir barədə, ikinci Ləşkər barədə, onun Aranşah adlandırılması barədə məlumat vermişdik. İndi isə Məlikşah haqqında danışırıq. 1072-1092. Baxaq, bunun hakimiyyət illərində nə olubdur? Nizam-ül-Mülk onu Cahan hökmdarı adlandırıbdır və Məlikşah 1088-ci ildə Şəddadilərin varlığına son qoyuldu. Bilirdik ki, Buğanın başçılığı ilə Səlcuqlar qoşun göndərirlər Şəddadilərin üzərinə Gəncə şəhərinə və bu yürüyüşün nəticəsində sonuncu Şəddad hökmdarı 3-cü Fəzl taxtdan salınır və beləliklə Gəncə və Şəddadilər dövləti tam şəkildə süqut edir. Gəncə şəhərinin idarəçiliyi artıq Səlcuq əmirlərinə verilir. Beləliklə Azərbaycanın digər müstəqil dövləti olan Şəddadilərin varlığına da Məlikşahın dövründə son qoyuldu. Tamam. Məlikşah dövrün ən güclü Səlcuq hökmdarı idi. Şərq və qərbdə böyük bir ərazini idarə edirdi. Buna görə Cahan hökmdarı adlanırdı və Səlcuq hökmdarları içərisində yadda saxlayın ən çox iqta paylayan belə deyək ki, hökmdarımız olubdur Məlikşah. Bunu unutmayaq. Səlcuqlar içərisində sizə sual verilsə ən çox iqta paylayan hökmdar kimdir? Məlikşahdır və həmçinin Məlikşahın fəaliyyətlərinin biri də ölkədə ticarətin inkişafını gücləndirməkdən ötəri ticarət islahatı keçirməsidir və həmçinin də Böyük Səlcuq dövləti barədə ümumi tarix keçərində vurğulayacaq ki, Məlikşah həmçinin ordu islahatı, yəni hərbi islahat həyata keçiribdir. Tamam, Məlikşah və onun vəziri Nizam-ül-Mülkün ölümü ilə birlikdə Səlcuq dövləti zəifləyir və sonuncu Səlcuq hökmdarı Sultan Səncərin hakimiyyətinin sonunda, yəni Sultan Səncər 1118-1157-ci illərdə hakimiyyətdə olub. Sultan Səncərin hakimiyyətinin sonlarına yaxın Səlcuq dövləti parçalanır. Tam şəkildə 1157-ci il Böyük Səlcuq dövlətinin parçalanma ilidir. Beləliklə Böyük Səlcuq dövləti parçalanır və onun yerində xırda atabəyliklər adlanan dövlətlər meydana gəlir. Və bu atabəylik dövlətləri haqqında biz gələn mövzularımızda izahat verəcəyik və bildirəcəyik ki, bunların içərisində ən güclü atabəylik, ən güclü dövlət Azərbaycan atabəylər, yəni Eldənizlər dövləti idi. Tamam, biz hökmdarlarımız haqqında Səlcuqların siyasi həyatı barədə söhbət elədik. İndi isə gəlin Səlcuqlar haqqında bir də ümumi anlayışlarımızda və onların dövründə vergi islahatları, bundan başqa torpaq mülkiyyət formaları barədə məlumat əldə edək. Danışaq biz burada nə bilir? Biz burada sizə ilk öncə məlumat verək ki, Səlcuqların gəlməsi Azərbaycana türklərin 3-cü axını deməkdir. Azərbaycana 3 türk axını baş verib. 3 böyük türk axını. Birinci axın eradan əvvəl 7-ci əsr Kimerski Sak tayfaları. İkinci axın eramızın 3-7-ci əsrlər arası Hun, Basil, Bulqar,
Biz burada Sabir, Xəzər tayfalarından bəhs eləmişdik, bunların axını. Üçüncü böyük axın isə Səlcuq türkləri, Oğuz türklərinin Azərbaycana gəlişidir. Belə ki, baxaq Səlcuq dövlətinin yaranmasına əhəmiyyətinə, baxaq Oğuzların Azərbaycana gəlməsinin əhəmiyyətinə. İlk öncə Səlcuqların yaranmasının əhəmiyyətinə. Bunu yazmağa ehtiyac yoxdur, diqqətlə qulaq asın. Böyük Səlcuq dövlətinin yaranmasının əhəmiyyəti. Böyük Səlcuq dövlətinin yaranması ilə birlikdə ümumdünya tarixində, həmçinin Azərbaycan tarixinə, belə deyək, siyasi dünya tarixinin gedişatına böyük təsir göstərildi. Deməli, nə dedik? Böyük Səlcuq dövlətinin yaranması nəticəsində həm ümumdünya, həmçinin də Azərbaycanda siyasi tarixin gedişatına böyük təsir göstərildi. Belə və ikinci cümlə isə İslam dövlətçilik ənənələri Türk dövlətçilik elementləri ilə zənginləşdirildi. Belə ki, İslam dövlət qanunları ilə Türk dövlətçilik ənənələri birləşir və bunun sayəsində güclü bir İslam-Türk birliyi meydana gəlir. Deməli, ümumiləşdirək. İki cümlə Böyük Səlcuq dövlətinin yaranmasının əhəmiyyəti nədir? Birincisi, ümumdünya və həmçinin Azərbaycanda baş verən siyasi hadisələrin gedişatına böyük təsir göstərdi. İkinci olaraq isə İslam dövlətçilik ənənələri ilə Türk dövlətçilik elementləri birləşərək güclü bir inkişaf edilmiş bir dövlətin meydana gəlməsinə gətirib çıxartdı. 2. Nəyə görə Azərbaycanı türklər, Səlcuqlar rahat şəkildə işğal elədi? Birincisi, bu dövrdə Azərbaycanda vahid dövlət yoxdur. Şəddadilər, Rəvvadilər, Şirvanşahlar, Tiflis Müsəlman Əmirliyi, Dərbənd Əmirliyi, Şəki hakimliyi, bunlar hamısı görsün nədir? Xırda dövlətlər də Azərbaycan ərazisində yaranıblar və bir deyirlər və buna görə də işğal asandır. Deməli, birinci səbəb Azərbaycanda vahid dövlətin olmaması. İkinci səbəb vurğulayanda deyək ki, Azərbaycandakı əhalinin, belə deyək, Oğuz türkləri ilə eyni soydan olması. Öz soydaşlarımız idi Səlcuq Oğuz türkləri, onlar da bizim kimi türk xalqı idilər. Deməli, ikinci səbəbimiz işğalçıların, yəni Səlcuqlar ilə yerli əhalinin eyni soydan olması. Üçüncü bir səbəb olaraq isə yerli dövlətlərin, yəni yerli əhalinin Səlcuqlara öz müttəfiqi kimi yanaşması. Deməli, üç səbəb Azərbaycanı nəyə görə rahat şəkildə işğal elədilər? Azərbaycanda vahid dövlət olmaması, Azərbaycan xalqının, belə deyək ki, onlarla eyni soydan olması, Səlcuqlarla eyni soydan olması və həmçinin Azərbaycan xalqının Səlcuqlara öz müttəfiqi kimi yanaşması. Bəs Oğuzların Azərbaycana gəlməsinin siyasi əhəmiyyəti nə oldu? Oğuzların gəlişi ilə biz deyirik, Səlcuq türklərinin, yəni Oğuz türklərinin Azərbaycana gəlməsi ilə birlikdə Oğuz amili, Türk amili və İslam dini Cənubi Qafqazda əsas siyasi amilə çevrildi. Oğuzların gəlişi ilə deməli nə oldu? Səlcuqların gəlişi ilə Azərbaycanda, Cənubi Qafqazda Türk və İslam dini əsas etnik və siyasi, belə deyək, qüvvəyə çevrildi. Oğuzların gəlişi ilə Azərbaycanda türklük və İslam dini əsas, belə deyək, necə vurğuladıq cümləni, beynimdə biraz dolaşdı, əsas mərkəzə çevrildi. Tamam, davam edək. Oğuzların gəlməsi nəticəsində həm Bizansın və həmçinin Bizansın himayəsində yerləşən Gürcü və ermənilərin Azərbaycanın qərb torpaqlarını ələ keçirmək planı puça çıxdı. İkinci səbəb nə oldu deməli? İkinci əhəmiyyət Oğuzların Azərbaycana gəlişinin Bizans və həmçinin onun havadarlıq elədiyi Gürcü və ermənilərin Azərbaycanın qərb torpaqlarını ələ keçirməsinin qarşısı alındı. Üçüncü, dünya siyasəti o dövrdə Avropada kilsənin getdiyi bir siyasət var idi. Dünya tarixində danışacağıq. Kilsənin şərqə yürüşü, xaç yürüşləri, kilsənin şərq siyasəti biz deyirik ki, iflasa uğradı. Belə ki, Ön Asiyada və həmçinin Azərbaycanda geniş işğallar aparmaq istəyən xristianlar, səlibçilərin Azərbaycana yürüşü uğursuzluqla nəticələndi. Deməli, toparlayaq. Üçüncü əhəmiyyət nədən ibarət oldu? Kilsənin şərq siyasəti iflasa uğradı və səlibçilərin Azərbaycan və Ön Asiyanı ələ keçirmək planı puça çıxdı. Və həmçinin biz deyirik, Oğuzlar Cənubi Qafqazda əsas siyasi etnik birliyə çevrildi. Oğuz türkləri
həmişəlik Cənubi Qafqazda ən güclü amil oldu. Vurğuladıq 4 əsas səbəbimizi. 1. Deyirik ki, İslam və türklük Cənubi Qafqazda əsas elementə çevrildi. 2. Oğuz türklərinin gəlişi ilə birlikdə Cənubi Qafqazda türk amili əsas siyasi və etnik qüvvəyə çevrildi. 3. Bizans və onun havadarlıq elədiyi erməni gürcü feodallarının Azərbaycanın qərb torpaqlarını ələ keçirmək planı iflasa uğradı. 4. Dünyada kilsənin şərqə ələ keçirmək siyasəti və həmçinin səlibçilərin Azərbaycan və Ön Asiyada möhkəmlənmək planı puça çıxdı. Və 5. Bir səbəb daha artıraq, Səlcuq dövlətinin yaranması ilə birlikdə Azərbaycan türkləri Səlcuqların tabeliyində olan digər xalqlarla, Mərkəzi Asiyanın digər türk xalqları və Ön Asiyanın digər xalqları ilə birlikdə mədəni, ticari, siyasi əlaqələrini genişləndirmək imkanı tapdı. Nə dedik? Səlcuq imperiyasının tərkibində olan Mərkəzi Asiya və Ön Asiya xalqları ilə ticarət, siyasi və mədəni əlaqələrin yaranması üçün şərait yarandı. Baxaq indi Səlcuqlar dövründə vergi və torpaq mülkiyyət formalarımızda. Vergilərdən nə danışırıq? Var bu dövrdə onda bir vergisi üşür. Üşür nədir? Üşür iqta və xas sahiblərindən alınır. Əgər sənin iqta torpaq mülkiyyətin varsa və yaxud sənin xas torpaq mülkiyyət formasına sahibsənsə və yaxud sən bir əkinçisənsə, əsas olaraq nə vergisi versən, onda bir vergisi. Bu vergi nə adlanır? Üşür vergisi və məhsulla ödəyirsən. Bu hər zaman əsas vergimiz olur. Digər bir vergi isə yeni gələnlər, nal, belə deyək, nal bahası, silah bahası və bir də şərab bahası. Bunlar nə? Bunlar Səlcuqlar dövründə gəlib yaranmış yeni vergi, belə deyək ki, bizim vergi formalarımızdır. Bunlar əsasən ordunun saxlanmasına yönəlmiş vergilər idi. Buradan əldə olunan gəlir sayəsində Səlcuq ordusu saxlanırdı. Bir digər vergimiz isə alaf. Alaf sözü, ot, ələf eşidirsiniz yəqin ki, alaf yem deməkdir ərəb dilində və belə deyək, Səlcuq dövlətinə gəlmiş rəsmi şəxsləri təmin etmək və yaxud Qaravulda olan Səlcuq əskərlərini belə deyək, yeməklə, içməklə, pulla təmin etməkdən ötəri xalqdan yığılan bir vergi növüydü alaf. Deməli, bu dövrdə Səlcuqlarda yaranan yeni vergilərimiz alaf, nal, silah və şərab bahasıdır. Üşür vergisi zaten var idi, onda bir vergisi məhsul vergisi idi və demək olar əhalinin böyük bir qismindən alınırdı. Təbii ki, cizyə də olduğu yerdə müsəlman olmayan kəslərdən cizyə vergisi alınacaq. Davam edək torpaq mülkiyyət formalarımızdan danışmağa. Uc və iqta torpağı. Uc torpağı Səlcuqların gəlişi ilə yaranmış bir torpaq mülkiyyət formasıdır. Uc torpaqları adından da göründüyü kimi ucqar ərazilərin müdafiəsi tapşırılmış Səlcuq türklərinə verilən bir torpaqdır. Tutalım, Səlcuq sərkərdəsinin birinə ən ucqardakı bir nöqtə torpaq forması olaraq verilir. Tutalım, Dərbənd şəhəri bir Səlcuq əskərinə uc torpaq olaraq, yəni ucqar, ən ucqar sərhəd bölgəsi olaraq onun torpağı olaraq verilir və həmin bu uc torpağında olan Səlcuq əmiri burada olan bütün gəliri, bütün hər şeyi özü mənimsəyir və nə edir? Bu ucqar sərhədi qoruyur. Deməli, uc torpaq sahibliyi nədir? Səlcuqlar dövlətində meydana gəlib ucqar bölgələri qoruyan Səlcuq əmirlərinə verilən torpaq mülkiyyət formasıdır. Tamam. İqta nədir? İqta haqqında geniş məlumatımız var. Ərəb xilafət dövründən şərti torpaq mülkiyyət sahibliyi idi və xidmət qarşılığında verilir. Səlcuqlar dövründə bunun bir xüsusiyyəti daha var. Səlcuqlar dövründə ən geniş iqta torpağını paylayan dedik ki, kim oldu? Məlikşah. Və Məlikşah öz böyük imperiyasını rahat şəkildə idarə edə bilsin, üsyanlar olmasın deyə sərkərdələri arasında geniş iqta torpaq mülkiyyət formaları paylayırdı. Və bu dövrdə biz deyirik 10-11-ci yüzillik, ümumiyyətlə Səlcuqlular və ondan sonraki dövrdə Azərbaycanda ən geniş yayılmış torpaq mülkiyyət forması hansı torpaqdır? Yadda saxlayın, iqta. Və iqta torpaq mülkiyyət forması o qədər çox paylanmışdı ki, Məlikşah və ondan sonraki hökmdarlar dövründə. Artıq iqta şərti torpaq forması olmasına baxmayaraq,
Bəzi yerlərdə artıq irsən keçməyə başlayır. Yəni irsi səciyyə daşımağa başlayır. Yadda saxlayın. 9-11-ci yüzillik Azərbaycanda müstəqil dövlətlərinin olduğu dövrdə əsas torpaq mülkiyyət formamız mülk idi. Mülk. Ancaq Səlcuqların gəlməsi, yəni 11-ci yüzillikdən başlayaraq sonraki dövrlərə qədər, yəni 11-15-ci yüzillik arasında əsas torpaq mülkiyyət formamız iqta olur. Bunun da birbaşa səbəbi Səlcuq dövləti hökmdarları və ən əsas səbəbkarlarından biri Məlikşahdır. Dövlətini idarə etməkdən ötəri böyük dövləti tabeliyi altında saxlamaqdan ötəri Səlcuq sərkərdələrinə geniş şəkildə iqta torpaqları paylamış və bu torpaqlar artıq şərti torpaq sahibliyi formasından yavaş-yavaş zaman keçdikcə uzaqlaşaraq irsi səciyyə, yəni irsi xüsusiyyət daşımağa başlamış, atadan oğula ötürülmüşdür. Və beləliklə biz Səlcuqlar və Azərbaycan mövzu izahatını burada yekunlaşdırırıq. Ümid edirəm ki, sizin üçün faydalı bir mövzu izahatı oldu. Gələn mövzu izahatlarımızda görüşənə qədər sağ olun, salamat qalın.